Peyğəmbər buyurdu, əgər ondan biraz quyuya tökülsə, o quyu dolsa, o quyunun üstündə ot bitsə, o oti heyvanlar yesə, mən o heyvanların ətindən də yemərəm. Elə bir mındarı gətirib süfrəyə qoymağa pis baxmır müsəlman. Nəyə görə? Ayəsi yoxdur Quranda, hədisi yoxdur bunun Peyğəmbərin dilicə. Müsəlmanların sirəsində əməl olmayıb bunlar. Olub, bunların hamısı əməl olub. Bi'la tucalisu mə'şaribil xəmr. İçki içən adamlarla oturup durmayasınız siz. Və la təudu mərdahum. Yer kürəsində, yer üzündə ən müqəddəs savabı çox olan əməllərin biridir ki, xəstə yanına gedəsən. O qədər savabı var ki, hədisdə var, mələkələr arzu edirlər Allaha ki, kaş bizi insan yaradıydın və biz dünyada, yeryüzündə xəstələrin gedib yanına alın soruşaydı və o savabları kazanıyorduk biz. Edilə savabı var. Amma buyurur, içki içən insanlardan başqa. Onlar xəstə olanda onların yanına gitmir. فَإِنَّهُمْ كِلَابُ أَهْلِ النَّارِ. Onlar ot əhlidir. Onlar cəhənnemin adamlarıdırlar. Necə ki Allah Kur'an'da buyurur, اِخْسَرُوا فِيهَا وَلَا تُكَلِّمُونَ. Lar olun, sakit olun, rədd olun və la tükəllimun, danışmayın. Allah onlara belə xitab edir. Həzrət buyurur, Peyğəmbər buyurur, mən şəribəl xəmr ləm yuqbəl minhu salatu 40 leylə. Bir adam ki, içki içir, deyəndə mümkündür də özünə üzrü düzəldə, deyədən ki, ömürdə bir dəfə qardaşımın toyudur məsələn, ya öz toyudur, ya xalamın oğlunun toyudur, ya daim oğlunun toyudur, ya dökündə birinin toyu olacaq, subaylar evlənəcəklər, subay qalmayacaqlar. Buyurur, bax, beləncə bir insan ki, fərqi yoxdur, toyda ya qeyri toyda, kimin toyu olur olsun, gedib içir bunu, onun namazı 40 gün qəbul olunur. Fəin adəf 40 leylətən min yevmin şəribəha. Buyurur, əgər indi 40 gün qutarandan sonra bir dəfə də işdə yine o gündən ki içib 40 gün qəbul olunur. Yəni, 40 gündə bir dəfə birinin toyu olsa, bunun hesabı hələ gələr. Ondan sonra buyurur, فَاِنْ مَاتَ فِي تِلْكَ الْاَرْبَعِينَ. Əgər o 40 günün içərisində bu adamın ömrü qutarsa, min qeyri tövbətin, tövbəsiz dünyadan gedər, Allah qiyamətin günündə cəhənnəm əhlinin, yaralarının suyundan torpağa qarışdırıb bu adama verəcək ki, sən bunlardan içdi ya. Önümüzdə kim danışır? Önümüzdə İslam Peyğəmbəridir. Bizim Peyğəmbərimiz danışır bizə. Onun ümmətiyik biz. Biz o Peyğəmbərin ümmətiyik ki, bizə belə məsləhətlər verir. Buyurur, qiyamətin günündə belə bir adam yəti yevməl qiyamə musbətdən vəcruhu qapqara üzü məhşərə gələcək, yəzribu birəsini əl-ərd, başın yerə vıra-vıra gələcək və səsləyəcək, va ətəşa, susuzluğundan nalə eləyəcək. Belənci bir insanlarla oturmayın, durmayın, danışmayın, başa salın bunları. Bunlar sizin balalarınızdır, bunlar sizin atalarınızdır, bunlar qardaşlarınızdır, bunlar bu ictimanın adamlarıdır, bunlar bu ictimanın insanlarıdır. Nəyin ki, bunlardan uzaq gəzir, heç də bunlarla əlaqə saxlamayın. Bunların
işlərin təsdiq eləmirsiniz. Başa salın bunları, ürək yandırın bunlara, çəkin bunları özünə tərəf, qoyun bunlar nuraniyyətdə yaşasınlar, ölçüyə də nurani adam lazımdır, xidmət eləməyə də nurani adam lazımdır. Buyurur, bax bunlara bu xidmətləri ediyorsunuz. Həzrət buyurur, nəyə görə çox təkid olur içkinin barəsində? Çünki günahların hamısının mərkəzi odur. Əsas amil odur. Elə bil ki, günahlara bir ana hesab eləsin, günahların anası Həzrət buyurur odur. İnnəhu mən şəribə cürətən min xəmr. Buyurur, əgər bir adam bir qurti gedir içir, lənəhullah əzzə və cəl, Allah buna lənət edir. Və mələikətuhu, mələkələr lənət edir. Və rusuluhu, peyğəmbərlər buna lənət edir. Və müminun, möminlərin lənət yolur buna. Onlar lənət edirlər. Fəin şəribəhə həttə yəsdürəmə. Əgər o qədər itər ki, bir qurtdan biraz çox olar. Yavaş-yavaş ağlı başından çıxar, piyan olar, məst olar. Əgər elə işdə buyurur, Nuzi'ə ruhul iman min cəsədi, imanın ruhi bu adamın bədənindən xaric olur, çıxır. Əgər o qədər itər ki, bu məst olar. Və rəşvət fihi ruhun, səxifətun, xəbisətun, məl'unətun və pis ruh o çıxan ruhun yerində oturur. Fəlyətrüküs səlah. Yavaş-yavaş namazı tərk edir. Çünki o təsiri böylədir. Namazı tərk edir. Əyyərək olur mələkə. Namazı tərk edəndən sonra mələkələr başlayır bunu məzəmmət edir. Nə deyir? Eybə giriftar olursan, axırda. Və Allah əzzə və cəl, Allah xitab edir buna. Deyir, mənim bəndəm kəfərtə, kafir oldun sən. Namazdan da əl götürdün. Əyyərət kəl mələkə, mələkələr başladı səni məzəmmət eləməyə. Nə pis hala giriftar oldun sən? Vay olsun sənin hala. Ondan sonra Həzrət buyurur, Vəllah, lətobixul cəlim, cəllər o. Əgər bir adamı qiyamətin günündə Allah belə deyəna, deyə vay olsun sənə. Əgər Allah bir adamı bu cür məzəmmət edir, hətta bir an, bir saat, saatən vahidən Allah bir adamı bu cür məzəmmət edir, Allahın bu məzəmməti 1000 ilin əzabından insana ağırdır. 1000 ilin əzabından ağırdır ki, Allah bu cür xitab edir. Çünki orada insanların hamısının ümidi Allahdır ki, Allah rəhməti nazir edir. Yeganə ümid Allahdır. Əgər Allah bu cür eləyər insana bu cür söz desə, buyurur, 1000 ilin əzabı bundan yaxşıdır. Sonra ağa buyurur ki, azı çoxu da fərq eləmez. Bəzi adam deyir, mən az itirəm, hərdən biraz itirəm, belə edirəm. Buyurur, azı çoxu yoxdur. Mındar, mındar. Mundarın azı da mındar deyil, çoxu da mındar deyil. Bəzi Həzrət buyurur, bir hədislə nəql edir. Deyir, Ömər ibn Hənzələ bir nəfər idi, gəldi İmam Sadiq Aleyhisselamın yanına. Dedi ki, ağam, mən hərdən suva üzərində qarışdırıram içirəm. Ya az içirəm, ya da suva qarışdırıram içirəm. Deyir, Həzrət buyurdu ki, nə azı olmaz, nə də suva qarışdırasan, qarışdırıb içəsən, eləmsi olmaz. Heç birisi bunları buyurur, icazə yoxdur bunlara. Buyurur, hətta əgər bir adam başqasına verər. Uşağa içirlər. Hədisdə var, buyurur,
qiyamətin günündə ona həmim içiriləcək. Həmim nədir? Həmim o cəhənnəmin yandıran suudur. Allah onu içiriləcək. Həmimin barəsində mən iki şeyin barəsində həmim görmüşəm. Biri Quranda ayə var. وَالَّذِينَ كَفَرُوا لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ. Qiyamətin günündə cəhənnəmdə Allah kafirlərə həmin suyu verəcək içsinlər. Və əzabun əlim. Bir kafirlərin barəsindədir. Bir də hədis buyurur ki, içki içənlərə veriləcək. Yəni kafirlərlə onların ikisinin qiyamətin günündə cəhənnəmdə içdikləri su bax belə şey olacaq. Buyurur ki, hətta bəzi adamlar gətirir, süfrəyə qoyurlar, yaxşısıdır ki, sən oturmayasan oradan. Özlər buyurur ki, sən oturma eləsin süfrədə. Hər vaxt gördüyün süfrəyə gətirdilər, ondan qoydular, sən dur. Əgər əmr-i məruf elədin, sözün təsiri var, bismillah, buyur. Əgər gördüyün yox, mən deyəcəyəm, təsiri də qoymayacaq, biraz daha belə olmayacaq, belə olacaq, yaxşısıdır, gücüm özümə çatar. Buradan gedər. Peyğəmbərin hədisi belədir, buyurur, Məl'unun, mən cələsə ələ maidətin yuşrəbə əleyhəlkən. Elə bir süfranın başında əyləşən insanlar, elə bir süfranın arxasında oturan insanlara buyurur, Məl'un, Peyğəmbərin diliyəcəm, lən olurduna. Və buyurur, mən kânə yu'minu billah vəl yevmil axir. Əgər bir adam həqiqətən qiyamətə iman gətirsə, Allah'a iman gətirsə, fəla yəqul ələ maidətin yuşrəbu əleyhəlxəm. Elə bir süfranın arxasında oturmaz. Əgər həqiqətən iman gətirsə, dildə deməsə, əməldə iman yolsa, buyurur, eləməz bunu. Həzrət buyurur, illəti də budur, dəlili budur. La tucal şaribəl xəmr fəinnəl lə'nətə izan nəzələt əmiyyət mən fil məclis. Buyurur, siz süfrə başında içki içənlərlə bir yerdə oturmayın. Nəyə görə? Çünki əgər bəla nazil olsa, Allahın lənəti nazil olsa, lənət gələndən sonra elə süfranın başında hamıya bir yerdə gələr. İçkələrdə, içməyənlərdə. Həzrəti Şüeybin qovmu var idi, 100.000 nəfər idi. Onların 60.000 nəfəri yaxşı adamlar idilər, 40.000 nəfəri fasıl idi. Allah buyurdu, bəla nazil edir. Məlakələrə buyurdu, bəlanı aparır. Məlakələr dedi, ilahi, biz gecə yarısı apardıq bəlanı, gördük. Neçə min nəfər gecə yarısı qunut tutub sənə ibadət edir. Bəlkə biz səhvi başa düşmüşük. Orada 60.000 nəfər gecə namazı qılır. Allah buyurdu, yox elə, ora nə mən səhv edəyərəm, nə də siz səhv başa düşürsünüz. O 40.000 fisk eləyir, fücur eləyir, günah eləyir. Bu 60.000 də sakit oturub onlara baxır. Heç-bir gedib onlarla danışmır, onları başa salmır, əmr-i məruf eləmir, nəhliyyə münkər eləmir onları. Yox, mən düzün deyirəm. Bir müştə də burada var, buyurur ki, bəzi adam mümkündür dərman üçün bunu qəbul edir. Bir dərman kimi, o necədir? Burada iki məsələ var. Biri odur ki, müştəhidlərin də fətvası var bu barədə. Buyururlar ki, bunun şərti var. Əgər bir adam istəyir ki, bunu bir dərman kimi qəbul eləsin, indi az, çox, həkim deyən kimi, buyurur, onun 3 dənə şərti var. Bir şərtidir ki, o xəstəlik başqa bir yolundan əlacı yoxdur. Başqa bir yolundan əlacı yoxdur. Ancaq bu yolundan sağlayır. Bu bir şərtidir.
İkincisi budur ki, o xəstəlik belə xəstəlikdir ki, əgər onu bu yolundan əlac eləməsə, müalicə eləməsə, o xəstəlikin axırı insanı ölümə çəkər aparar. Elə bir xəstəlikdir, əgər eybi yoxdur. Amma bir xəstəlikdir, hərdən başı yağdır, hərdən böçü yağdır, hərdən boğazı yağdır, bu yağdırsın da, nə olur? Ona görə əgər bu xəstəlik axırda aparacaq ölümə, buyurur ki, ikinci şərtidir. Üçüncüsü də budur ki, müalicəsi mümkün olur. Və bilinə ki, budur. Belə olmuyor ki, hələ bəlkə işlərə görə necə olur da? Bununla olmaz. Əgər bu üç dənə şərtilə olsa, buyurur, o zəruri qədər eybi yoxdur. Bu müştəhidlərin fətvasıdır. Bu üç dənə şərtilə zəruri qədər icazə verirlər. İndi qatacaq, sual nəyə qatacaq, o öz işidir. Amma hədislərimizdə var ki, buyurur ki, Allah haram şeydə şəfa qoyur. Hədislər buyurur, Allah beləncə bir mayə ki, məlakə oturur süfrə başında. Bütün hədislərdə var da, bəzi yerdə məlakə oturmaz. O yerdə ki, naməhrəm kişinin yanında, naməhrəm arvad başını açdı, məlakə qalmaz. O yerdə ki, haram gəldi qoyuldu süfrəyə, məlakələr gedər oradan. Buyurur, bir yerdə ki, məlakə qalmır, Allah orada şəfa da qoymaz. Bir əməl vardı mən dostlarımdan idim. O məndən bir gün soruşdu, neçə il bundan qabaq? 5 il, nə bilim, 4 il, 5 il bundan qabaq. Mənə dedi ki, filan kəs, mən xəstəyəm. Mənə həkimlərin biri deyir ki, sən belə bir mayədən istifadə elə. İçinə deyəndə qozdan, qozun ləpəsindən, qabığından, nəyindən töyük qalsın, onun içində bir ay qalsın, həll olsun, nə olsun, belə bunların hamısını demişim neylə. Sonra yavaş-yavaş hərdən bundan biraz işlər o sənin dərdə dərman edəcəksən. Sən sinirində, ürəyində nə var, onun ancaq dərmanı bölür. Mən də dedim, sən məsələ sorur, özdə içməyən adamdır. Heç ömründə bilinə dəymir. Dedim, məsələ soruşursan, sənin məsələnin cavabı budur. Müştəhidlər belə deyil. Cinə gör, özün bilərsən. Deyir, mən aldım. O deyən şeylərin hamısını aldım, gətirdim, tökdüm bir dənə qabda, qoydum yuxarıda bir yerə ki, biri də gəlib görməsin, uşağın əli dəyməsin, ta ki 20 gün, bir ay nə qədər keçdi. Bir gün deyə götürdüm, baxdım, gördüm, hə, yetişir. Necə ki, demişdi, o cür olur. Sonra deyir ki, birdən ürəyimə gəldi, dedim, ilahi. Mən əgər bununla şəfa tapacağım, mən istəmirəm o şəfanı, sən özün mənə şəfa ver. Elə deyib, qabı götdüm, apardım, tördüm tuvalətə. Gətirdim qabı, suya çəkdim, qoydum yerimə. Buradaydı da o, burada işləyirdi o. Burada işləyirdi, bizim işçilərdən birini. Bu işi eləyəndən sonra gəldi mənə dedi ki, belə oldu. Dedim, yaxşı da sən belə, eləyibsən, Allaha bir söz deyibsən. Sonra bir məsələ çıxdı qabağa, mən ona dedim, sən get 2 gün Tehrana tez qayıtdı. Bu vaxtlar idi elə təxminən, ilin bu vaxtları. Dedi, o mənlik bir şey deyil. Dedim, özün get yaxşıdır. Düzdür, telefonla da olar, amma özün getsin daha yaxşıdır. Bu getdi, baş üstü. Təyyarət getdi. Sabahları zəng elədi, dedi ki, mən işimi qutardım. İşimi qutarandan sonra getdim həkimə. Özümü göstərdim, həkim dedi ki, sənin əməli ürəyin bir vaxtıdır ki, mən 3 günə kimin ona əməliyyat eləməliyəm. Əgər eləsən, səndə o xəstəlik beküllü arada gedir.
Gəlim, gəlməyim. Dedim, yox, gəlməyim. Qal orada sən düşüyü gör. Qaldı bir neçə gün, əməliyyat apardılar, ürəyinə baxdılar, nə eləyəcəkdilər, elədilər. Ondan sonra toxtadı, bir neçə gündən sonra qayıtdı, çıxdı, gəldi. O Allah'la o cür muamele elədi. Allah'la danışdı. Apardı, götürdü ora. Allah da hiç vacib olmayan işe göre. Gücü elədi ki, biz onu gönderdik, getdi ora. Orada baxdırdı, bir neçə günün içərisində hər bir şeyi həll elədi, oldu sağlam qayıtdı, çıxacaq. Bax, sən əli məndən üzməsin, mən elə özüm bilərəm sənə neynər. Sən üzürsən əli məndən, ondan sonra belə edirsən. İbn-i Yaqur bir nəfər İmam Sadiq Əleyhisselamın vaxtında yaşayan insanların biridir. Deyir, gəldim İmam Sadiq Əleyhisselamın yanına, dedim, ağa, mən xəstəyəm. Hər vaxt mənim bu xəstəliyimin ağrısı çoxalır, bir azadca mənə üzüm şərabı gətirirlər, içirəm. Onu içəndə mən toxtuyuram, rahat oluram. Necə baxırsan bu məsələyə? Ağa buyurdu ki, yox, mən buna çox mənfi baxıram. Bu haramdır. Və o şeytandır ki, sən onu içəndən sonra sənin ağrını biraz sakitləşdirir. Sən bunu eləməsin, ona baxmasın, Allah ilə sənin şəfa verər. Deyir, qayıtdım Kufiyə, Kufədə yaşayırdı. Deyir, qayıtdım Kufiyə gələndən sonra bir gün ağrı başladı. Yenə də adətən evdə bilirdilər ki, ağrı başlayanda bir adca ondan gətirirdilər, deyir, gətirdilər, dedim, yox, olmaz. Dedilər, nə üçün? Dedim, Həzrətdən soruşdum, Həzrət buyurdu, olmaz. Qaytardı. Deyir, qaytardılar. Qaytarandan sonra bir neçə gün ağrıdı, ondan sonra toxtadı. Toxtadı da ölənəcən o ağrını mən özümdə görmədim. İbn-i Yaqur deyir, bir-iki gün səbr elədim, ondan sonra toxtadım. Əgər insan Allaha özün bağladı, haramda şəfa axtarmadı, Allah onun ilə şəfasını da verər, verməsə də vermir. Bu deməkdir ki, lərcən içkini tərk etdi, sabahdan şəfa tapacaq. İçki var bir ağrıyır, indi yox bir ağrıyır. Amma günah yaparmırsan. O ki buyurur, bax, nə bunlarla belənti, nə apar, hətta İmam Bakir Əleyhisselamın hədis var, deyir, mən bir gün bir nəfər gəldi mənim yanıma, dedi, sən biraz mənə sərmayə ver, pul ver. Mən də gedirəm alverə. Mən də alver edeyim, qazana, gətirim sənin də payı verim, İmam Sadiq Əleyhisselam. İmam Sadiq Əleyhisselam deyir, getdim atamın yanına. Onda imam deyil İmam Sadiq Əleyhisselam, atası İmam Bakir imam. Deyir, getdim atamın yanına, dedim, atam, belə bir məsələ gəlib çıxır ortalığa. Bir nəfər var, deyir ki, sən biraz mənə pul ver, sərmayə ver, mən işləyim, qazancımızı gətirib böləcək sənə. İstəyirəm belə bir iş görəm. Necə baxırsan, nə məsləhət verirsən? Deyir, ağa buyurdu ki, bilmirsən ki, o içki içən adam deyil. Dedi ki, mən eşitmişim, möminlərdən deyiblər. Ağa buyurdu ki, möminlərin sözünə inan. Mömin, söhbət mömindən gedir, yalan danışmayan adam. Beləmçi adamların barəsində möminlərin sözünə inan. Deyib, bunu deyəndən sonra Nisa surəsinin 5-ci ayəsini oxudu mənə. Buyurdu ki, وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمْ. Allah Quranda buyurur ki, səfeh adamlara öz malını tapşırmıyor. Allah o malı verib sənə, sən öz işliyi, yaşayışlığı ondan həll edəcəksən. Sən öz malını apar ver bir dənə səfeh adama, bəd deyə ağa mənə buyurdu, əgər beləmçi adama pılı verdi, o da apardı yedi, gətirmədi, onda sənin nə savabın olmayacaq, nə də özündən başqasını qınaya bilərsən. Əgər qınayacaqsan, onda gəlib özünü verirsən. Sən əminlə pulu gətirib verirsən, səfeh adama, Həzrət buyurur ki, içki içən adama səfeh tabir.
Buyurdu, onlarla belə alver edəlim. Ona görə də buyurur, bax, əgər bir adam istəyir ki, pak olsun, təqvali olsun, təzkiyə eləsin, onda belə şeyləri bilməlidir, belə şeylərə əməl eləməlidir və belə şeylərə diqqət göstərməlidir. Allahümmə inna nəsəlükə və nəz'uk bismikəl azimil ə'zəm əl-ə'azzil əcəllil əkrəm və bil-Huseyni ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. İlahi əllərimizi naumid qaytarma. İlahi şər'i olan hacətlərimizi rəva elə. İlahi dualarımızı müstəcab elə. İlahi aqibətimizi xətm və xeyr elə. İlahi bizi bağışlamamış qəbrinə aparma. Kərbəlayı eləməmiş bizi öldürmə. Bizi namaz qılmayanlardan eləmə. Şeytan şərrindən, nəfs-i əmmara şərrindən hamılarımızı məhfuz elə. İlahi hacəti olanların hacətini rəva elə. İlahi xəstələrimizə, xüsusən nəzərdə olan xəstələrə şəfa inayət elə. İlahi izzətin xatirinə izzətimizi əlimizdən alma. İlahi qəbrimizin əvvəl gecəsi nur-i vilayət-i Əli ibn Əbi Talibdən bizi ayrı salma. Halis olan səlamlarımızı İmam-ı Zamanımıza çatdır günah. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bi-haqqi Muhammedin və alih və bi-haqqi surətil mübarəkətil Fatihəti mə'əs-sələvat.